Herkese salam, kanalıma hoş gelmişsiniz. Videomuza geçmeden önce Gündem TV kanalımıza destek için abone olup videonu beğenip yakınlarınızla paylaşıp bize destek olmayı unutmayın. Müğənni Rəqsanə İsmailova aparıcı prodüser Tarix Əliyevin verilişində o qeyd edib ki, bəzi müğənnilərdən və aparıcılardan inciyib. Aparıcılar arasında o Xoşqədəm Hidayət qızının adını da qeyd edib. Xoşqədəm Hidayət qızı Sən Axtarıram verilişində bu açıqlamaya öz münasibətini bildirib. O qeyd edib ki, bu haqda danışmaq istəməsə də bəzi yazılan şərhlərə qarşı cavab verib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı, kanalımıza dəstək üçün abunə olmağı unutmayın. Mən bu məsələyə münasibət bildirməmişdim, amma bildirirəm. Günlərin bir günündə baxdım ki, bizim Rəqsanə müğənnimiz Rəqsanə xanım açıqlama verdi ki, mən Xoşqədəm xanımdan incimişəm. O mənim çətin günümdə mənə belə deyək, zəng etmədi, ailəmin yanında olmadı. Mən əslində buna cavab verməyəcəkdim. Amma baxdım bir-iki dənə şərh ki, bəs yaxşı gündə onlar adamın dostu olur da. Birinci, mən veriliş çərçivəsində Rəqsanə ilə yaxın olmuşam. Atasını axtarıb, gəlibdi efirimdə atasını axtarıb, efirimə gəlib çıxıb, heç bir pis münasibətimiz olmayıbdı da, normal münasibətlərimiz olub. Amma bir adam sual vermədi ki, ay Rəqsanə, sən Xoşqədəmin dağ boyda ata-anasının yasına gəldinmi? Hə? Aprel ayında anamı itirdim, iyunda atamı itirdim. Ola bilərdi ki, Rəqsanə gələ bilməzdi, amma onun qızı var idi burada, onun qohum əqrabası var idi. Özü gələ bilmirdisə, buradakı qohum əqrabasından birisə, mənim o dağ boyda dəlicəsinə sevdiyim ata-anamın yasına gəlmişdimi ki, məndən də nəyisə umur? Bir, buna baxmayaraq, amma mən yenə də Suliyə, mən yenə də Aynuriyə, onunla birlikdə işləyənlərə zəng eləyib deyirdim ki, əgər nə kömək olacaq? Birinci, qanun var, qayda var. Qanunlar nədirsə ondan da gedir. Vəkili də ki, tutmuşdular. Day başqa nə kömək ola bilərdi? Mən neyniyə bilərdim? Amma yenə də onlara zəng eləmişdim. Necə ki, Rəqsanə Instagram səhifəsində mənə baş sağlığı vermişdi. Mən də o köməyimi o qohumlara, onun yaxınlarına demişdim. İndi sizə sual verirəm. Sizin ata-ananızın dağ boyda insanların yasına getməyənlərə necə olarsınız? Amma gördünüz, yenə mən olmadım. Yaxınlara zəng etdim. Nə kömək lazımsa buradayam. Mənə də müraciət edin, dedim. Ona görə dostlar, bir-birin çətin günündə, bir-birin xoş günündə həmişə onların yanında olun. Çünki o günlər hamınızın qapısını döyəcək. O gündən heç kəs sığortalanmayıbdı. O gündən heç kəs sığortalanmayıb. Nə ölümlərdən, nə xoş anlardan, nə yüksəlişdən, nə enişdən. Nə mən, nə də burada oturan, nə də ekran qarşısında əyləşənlər sığortalanmayıbdı. Ona görə sevməsəniz belə birinin pis anı, hətta xoş günü varsa, yəni